Astara rayonunun bir sıra kənd və qəsəbəsində fərdi, eləcə də fermer təsərrüfatlarında saxlanan iri və xırdabünuzlu heyvanlarda dabaq xəstəliyi yayılıb. Malqara arasında kütləvi xəstəlik əsasən rayonun Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şah Ağacı, Supirabax, Şiyəkəran və Ərçivan qəsəbələrində müşahidə olunur. Təsərrüfat sahibləri deyir ki, heyvanlarda xəstəlik təqribən 10 gündür ki, müşahidə olunmağa başlayıb. Malqara arasında yayılan xəstəlik sakinlərə xeyli miqdarda maddi ziyan vurub. Onlar nə süd, nə də əti sata bilirlər. Üstəlik dərmanlara gün ərzində 30 manata kimi pul xərclədiyini deyirlər. Mənim 14 baş heyvanım var. Onlar hardasa bir 10 gün, belə 12 gün ərzində xəstələniblər. Ağır xəstəlik keçiriblər. İçində yüngül keçirəni də olub. Vaksin vurulmuşdu bunlara. Peyvənd deyirlər, vurulmuşdu. Gəldilər, vurdular. Astara baytarları vurdular. Ağızlarına su tökülürdü. Gördüm ağzından ikinci gün, üçüncü gün su gəlməyə başladı, axsamaya başladı. Sonra tədricən ardıcıl bütün malları tutdu. Eyni ilə o xəstəlik eyni ilə getdi. Elə mal vardı ki, yüngül keçirdi. Yəni bir dəfə iynə vurdum, sağaldı. Elə mal var ki, məsələn 12 gündə hələ sağalmayıb, həkim müalicə edir. Gündə 2 dəfə qədər iynə vurur onlara. Bütün iynələri də vurdurmuşuq. Tək bizdə deyil, bütün rayonda bu dəqiqə bu dabaqla bağlı bütün xəstəlikləri yayılıb. Düzdür, o həkimlər də gəlirlər, səyin göstərirlər, amma o qarşısını alma mümkün deyil. Yəni öz həyatımda elə bir 4 baş inəyim var, onun 3-ü yoluqdur. Şükür Allah'a indi yaxşıdırlar. Ziyanlar belədir də, dərman ləvazimatdır, lazım olanda alırıq, lazım olmayanda da ki, özləri gətirib verirlər. Yəni çox hissəsini alırıq. 6-7 baş inəyim var. Bir 10 gün, 15 gündür əziyyət içindəyik. Heç bir kömək yox, bir şey yox. Əziyyət içində özümüz nə eləyirik göstərin. Baxacaq görəcəksiniz, özünüz də görəcəksiniz ki, mallar nə gündədir. Diyor, ürəyimiz balaca olmuşdu, ölürdülər hamısı mallar. Siz biraz elə vaxt gəlmişsiniz, balaca dayanın. Mal ölürdü, elə bir dilin qaynatmısan. Yara, usbur, göstərmişəm ona ayaqlarını. Orası əziyyət çəkir, dərmanlarımız heç nə. Heç nə, dərman heç bir şeydir. Dərman vurursan elə bir ki, sudur, kömək də eləmir. Öz gücümüzə bu belə gətirib çıxartmış. İndi bilmirik bundan sonra nə olacaq, nə başımıza gələcək. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq. Sorğuya cavab olaraq bildirildi ki, mediada bəzi heyvan xəstəlikləri ilə bağlı yayılan məlumatlara əsasən Qida Təhlükəsizliyi Agentliyi ölkədə və dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Bioloji təhlükəsizliyin təmin olunması, insan sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər icra edilir. Xüsusi təhlükəli xəstəliklərə qarşı epizootoloji şəraitin öyrənilməsi məqsədi ilə iri və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinqlər keçirilir. Fərdi və fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlarda diaqnostik nümunələr götürülərək laborator sınaqları həyata keçirilir. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə toplanmış məlumatlar peyvəndlənmə və digər profilaktik tədbirlərin görülməsi üçün yerli heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinə göndərilir. İlkin Rızayev, Rövşən Almazoğlu, Layiq Qələndərli, APA TV, Astara.